Xankəndidə Dövlət İdarəçiliyi Akademiyası və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət İdarəçiliyində innovativ texnologiyalar mövzusunda səyyar təlimin yekun sessiyası keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətlərinin əməkdaşlarını əhatə edən proqram Dövlət İdarəçiliyində müasir idarəetmə yanaşmalarının innovativ bacarıqların sistemli şəkildə inkişaf etdirilməsinə yönəlib. Layihə idarəetmə effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası çox böyük uğurla inkişaf edir və bu inkişaf innovasiyalara əsaslanır. Yeni dövlət idarəçilik texnologiyalarının əsasında həyata keçirilir ki, bu texnologiyalar ilk dəfə dünyada ölkə prezidenti İlham Əliyev tərəfindən işlənilib və tətbiq edilib. Hər bir uğurun əsasında uğurlu idarəetmə durur. Onun üçün biz Regional İnkişaf İctimai Birliyi ilə bir yerdə Dövlət İdarəçilik Akademiyası bir sıra təlimlər keçirildi. Bu təlimlər Qarabağın bərpası, inşaatı və idarə etməsi işçiləri üçündür. Əsasən bu yeni texnologiyalar necə idarə olmalıdır, optimal idarə etmə nəticələri. Bu gün biz bunu keçirtdik Ağdamda əvvəl, sonra Laçında, indi də Xankəndindəyik. Bu son bizim təlimdir.